Bugün gəlin birlikdə 10-cu əsrdə qurulan, Azərbaycanı qısa müddətə də olsa birləşdirməyi bacaran, amma təəssüf ki, bir insan ömrü qədər belə yaşamayan bir dövlətin hekayəsinə səyahət edək. Hər şey adından başlayır, elə deyilmi? Salar, türkçə mənası yurt tutan, yəni vətən quran, torpağa sahib çıxan deməkdir. Bu ad əslində onların bütün hekayəsinin bir sözlə xülasəsidir. Və bu hekayənin mərkəzində əlbəttə ki, bir şəxs dayanır. Mərzban İbn Məhəmməd, Kəngərli türk soyundan gələn bir deyləm hakimi, o, daxili çəkişmələrin, pərakəndəliyin hökm sürdüyü bir bölgəyə tarixi dəyişdirmək üçün gəlirdi. Beləliklə, Salarilər hekayəsinin ilk pərdəsi açılır. Bu pərdənin adı torpaqların birləşdirilməsi. Bu iddialı qurucunun rəhbərliyi altında baş verən bir proses. Hər şey məhz bu ildə başladı. 941-ci il. Bu tarix çox vacibdir, çünki Mərzban Sacilərin paytaxtı Ərdəbili ələ keçirir və bütün bölgənin siyasi xəritəsini yenidən cızacaq dövlətinin təməlini atır. Mərzaban bir an belə dayanmadı. Baxın nələr etdi. Şirvanşahları özündən asılı vəziyyətə saldı. Strateji əhəmiyyətli Dərbənd qalasını fəth etdi və təsirini Qafqazın dərinliklərinə, hətta Şərqi Gürcüstana qədər genişləndirdi. Amma bu sadəcə bir sıra hərbi qələbə değildi. Bu daha böyük bir hadisə idi. Bu, əsrlər boyu parçalanmış halda olan Azərbaycan torpaqlarının nihayət uzun bir fasilədən sonra yenidən tək bir bayraq altında birləşməsi demək idi. Gəlin fərqi daha aydın görmək üçün bir müqayisə aparaq. Mərzbandan əvvəl nə vardı? Bitib tükənməyən feodal çəkişmələri, pərakəndə torpaqlar və sonra vahid, mərkəzləşmiş bir dövlət. Xəzərin sahilindəki Dərbənddən Mesopotamiyadakı Dəzə çayına qədər uzanan nəhəng bir ərazi. Dəyişikliyin miqyası həqiqətən də heyrətamizdir. Ancaq bilirsiniz, bir dövləti qurmaq üçün təkcə qılınc gücü kifayət etmir. Onu yaşatmaq üçün qanunlar, nizam-intizam lazımdır. İndi gəlin Salarilərin gücünün zirvəsinə, Mərzbanın qurduğu o nizam-intizam dövrünə baxaq. Mərzbanın bəlkə də ən böyük daxili islahatı qanunnamə oldu. Yəni bir qanunlar məcəlləsi. Bu sadəcə bir kağız parçası değildi. Bu yerli feodalların öz başınalığına dur demək idi. Dövləti mərkəzləşdirmək üçün atılmış cəsarətli bir addım idi. Məqsəd çox aydın idi. Xaosu nizamla əvəz etmək. Yaxşı, bəs bütün bu nizam-intizamı qurmaq üçün pul hardan gəlirdi? Dövlət xəzinəsinin iki möhkəm sütunu var idi. Birincisi, birbaşa əhalidən toplanan torpaq və əmlak vergiləri. İkincisi isə tabe edilmiş dövlətlərdən, yəni vassallardan alınan illik xərac. Bu da sabit və güclü bir iqtisadiyyat demək idi. Və bu sabitliyin bəhrələri də özünü çox gözlətmədi, təbii ki. Kənd təsərrüfatı canlandı, sənətkarlıq inkişaf etdi, şərqin zəngin bazarlarına gedən karvan yolları təhlükəsiz oldu. Yəni Salari dövləti təkcə hərbi yox, həm də ciddi bir iqtisadi gücə çevrilirdi. Lakin hər yüksəlişin bir enişi var. Təəssüf ki, Salarilərin bu qızıl dövrü çox qısa çəkdi. İndi gəlin hekayənin ən kədərli hissəsinə keçək. Bu qədər böyük zəhmətlə qurulan hər şeyin necə bir anda dağıldığına baxaq. Hər şeyin dəyişdiyi o an, 957-ci il, Mərzbanın ölümü. Bax, bu tarix Salarilərin yüksəliş hekayəsinin sonu, süqut hekayəsinin isə başlanğıcı oldu. Ondan əvvəlki stabilliklə ondan sonraki xaos arasında kəskin, dərin bir uçurum var. Hələ Mərzbanın cənazəsi soymamışdı ki, hakimiyyət uğrunda amansız bir mübarizə alovlandı. Taxtac, onun oğulları və qardaşı Vəhsudan arasında qanlı bir mübarizəyə çevrildi. Bu, dövləti içəridən yeyib bitirən ölümcül bir xəstəlik kimi idi. Mərzbanın varisi İbrahimin dövründə isə bu daxili çəkişmələr dövlətin sütunlarını bir-bir yıxdı. Yenidən baş qaldıran feodal müharibələri xəzinəni tamamilə boşaltdı və fürsətdən istifadə edən Dərbənd və Şirvanşahlar kimi keçmiş vassallar bir-birinin ardınca müstəqilliklərini elan etdilər. Dövlət göz görə-görə parçalanırdı. Və süqutun bəlkə də ən bariz simvolu 971-ci ildə yaşandı. Salarilərin öz torpaqları üzərində yeni rəqib bir güc yarandı. Şəddadilər dövləti. Bu artıq onların hakimiyyətinin sadəcə bir kölgədən ibarət olduğunu göstərirdi. Və son zərbə 981-ci ildə endirildi. İbrahim, Rəvadilər nəslindən olan Əbülhica tərəfindən taxtdan salındı. Bununla da Salarilər sülaləsinin qısa, amma həqiqətən də çox təlatümlü hekayəsi tarix səhnəsində sona çatdı. Yaxşı, bəs bütün bunlardan sonra bu qısa ömürlü, lakin tariximizdə dərin iz buraxan dövlətdən bizə nə qaldı? Gəlin onların mirasını bir yekunlaşdıraq.
Gəlin onların kimliyinə qısaca bir nəzər salaq. Deməli, söhbət 10-cu əsrdən cəmi 40 il mövcud olan türk mənşəli bir sülalədən gedir. Paytaxtları Ərdəbil idi və ən böyük, ən əsas nailiyyətləri Azərbaycanı vahid bir dövlət halına gətirmələri oldu. Bax, bu onların unudulmaz mirasıdır. Bax, bu cümlə məncə hər şey özündə cəmləyir. Eyni əsrdə yaranıb, süqut edən 40 illik bir sülalə. Onların hekayəsi göydən axan bir meteor kimi idi. Qısa müddətə də olsa çox parlaq, göz qamaşdırıcı, amma çox tez sönən. Bütün bunlardan sonra ağla tək bir sual gəlir. Salarilərin bu hekayəsi bizə hakimiyyətin təbiəti haqqında nə deyir? Bir dövlətin, bir sistemin taleyi tək bir güclü liderə bu qədər bağlı olanda, bu sistem nə qədər dayanıqlı ola bilər? Bu, sadəcə 10-cu əsrin deyil, bəlkə də bugünün də üzərində düşünməyə dəyər bir sualdır.